Deməli, qulaq asın. İndi leksikada bizim bir-iki mövzumuz qaldı. Biri də frazoloji birləşmələrdir. Frazologizm. Слышали, да? Rus dilində də var. Ay sağ ol. Prosta bizim frazoloji birləşmələr onlardan da fərqlidir. Frazoloji birləşmə nədir? Burada bunlar, bax, belə bir formalarda olur, belə. Hazır halda olur, qatovaya forma. Orada onların tərkibində bir neçə söz olur, ən azı 2 söz olur. Onlar öz həqiqi mənalarını itirir, orada məcazi mənaya xidmət edirlər. Yəni, они потеряют свои прямые значения, там у них бывает однозначение, это переносное значение. Həqiqi mənalarını itirirlər, onlar hamısı orada bir mənaya xidmət edir, o da məcazi mənadır. Və onların hər birinin də mənası var. Məsələn, gözdən düşmək. Gözdən düşmək odur ki, insanların sənə hörməti olmur. Тебя не уважают. Kimsə sənə hörmət eləmir. Onun səndən artıq xoşu gəlmir. İkincisi, cin atına minmək. Əsəbləşməkdir. Əsəbləşmək nədir Rus dilində? Zlitsa. Ay sağ ol. Hirsindən zəncir çeynəmək. Bax, bu. Üçü də sinonimdir. Hirsindən zəncir çeynəmək, səbir kasası dolmaq. Üçü də nədir? Zlitsa. Hirslənmək. Dil otu yemək, dil ötmək, dil boğaza qoymamaq. Bu çox danışmaqdır. Много говорить. Varçać. Nə? Varçać. Aysa, varçać. Ağzını qıfıllamaq, ağzını sualda oturmaq, susmaqdır. Susmaq nədir? Varçać. Kələfin ucunu itirmək, onun bir dənə sinonimi var. Çaşıb qalmaq. Çaşıb qalmağı bilirsən nədir? Zaputаться. Ay sağ ol. Başa düşmək. Понять. Qulaq asmaq. Слушать. Qulağından sırğa etmək. Qulağından sırğa etmək bilsən nədir? Hə? Sergu потерять. Потерять deyil, yox. Nasıl tipa Seregu, amma orada o mənanı vermir. Yəni, sənə hansısa bir şey deyilir ki, sən bunu yadında saxla. Qulağından sırğa eləmək, yadında saxlamaqdır. Tipa не забыть. Aydın oldu?